Salam uşaqlar, hər birinizi xoş gördük. Biz bugün inşallah 7-ci sinifin 2-7 mövzusunun, yəni orta sürət mövzusunun çalışmalarına baxacağıq. Bu arada biraz naxoş olmuşam səsə görə, üzrlü sayırsınız. Çalışma 1. Cümləni tamamla. Gedilən ümumi yolun, bu yolun gedilməsinə sərf olunan ümumi zamana nisbəti necə adlanır? Xatırlayırsınızsa, ümumi yolu el ümumi olaraq işarə etmişdik. Ümumi zamanda t ümumi olaraq. Bu bərabər idi orta sürətə. Daha doğru desək, yola görə orta sürət. Bir də yer dəyişməyə görə orta sürətə baxıla bilir. O da ümumi yer dəyişmənin ümumi zamana nisbəti olar. Buraya dəqiq olaraq yaza bilərik ki, yola görə orta sürət. Davam edək. Çalışma 2. İlbiz fasilələrlə 15 dəqiqə ərzində 1,5 metr məsafə qət edib, onun orta sürətini hesabla. Cavabı metr böl saat ilə ifadə et deyir. Bax, bu hissəyə biz diqqət etməliyik. Yəni, burada bizə dəqiqə verilib, biz onu saata çevirəcəyik. Davam edək. Deməli, indi verilənləri yazaq. Bizə verilib zamanımız 15 dəqiqədir. T bərabərdir 15 dəqiqə. Bunu saata çevirəcəyik. Bilirsiniz ki, saatı dəqiqəyə çevirmək üçün 60'a vururduq. Dəqiqəni saata çevirmək üçün isə 60'a bölərik. Yəni 15 dəqiqə bərabərdir 15 bölünsün 60 saat yazarıq. 15 ilə 60 ixtisar gedir, 4'də 1 qalır. 15 ixtisar gedirlər. Buna 4'də 1 saat yazdım. Bu bizim zamanımızdır. Bir də bizə nə vermişlər? Ümumi gedilən yol vermişlər. El ümumi də neçədir? 1,5 metrdir. Belə olan halda orta sürətin düsturunu yazıb və orta bərabərdir. El ümumi bölünsün T ümumi idi. Düsturu yazıb buradan orta sürəti rahatlıqla tapa bilərik. El ümuminin yerinə 1,5 yazıram. 1,5 metr. T'nin yerinə də 4'də 1 saat yazıram. 4'də 1 saat. Bu isə 1,5'in 4'ə hasilinə bərabərdir. Riyaziyyatdan bilirsiniz. Kəsirə bölünməni. Lakin vahidi də metr böl saat yazıram. 1,5'i 4'ə vuranda 6'ya bərabər edir. 6 metr bölünsün saat. Davam edək. Növbəti çalışmamız 3 nömrəli çalışmadır. Velosipedçi hərəkətə başladığı andan 25 saniyə sonra dayanır. Bu müddətdə o 200 metr məsafə qət edir. Velosipedçinin orta sürətini hesabla. Yenə də eyni qaydada bizə zaman verilib. T'miz 25 saniyədir. Bu ümumi zamanda əlbəttə ki, biz buraya T ümumi yaza bilərik. Bir də bizə verilib 200 metr məsafə qət edir. Yəni el ümumi də bərabərdir 200'ə. 200 metr. Və orta sürət soruşulur. Yenə orta sürətin düsturunu yazarıq. Və orta bərabərdir el ümumi bölünsün T ümumi idi. O da bərabərdir. El ümumiyə yazıram 200. Buradakı 200'ü yazaram. T ümumiyə də 25 yazarım. Əlbəttə ki, 225'e böləndə 8 edir. Vahidi də metr bölünsün saniyə. Doğru cavab 8 metr bölü saniyə edər. Davam edək. Növbəti çalışmamız 4 nömrəli çalışmadır. Avtomobil Beyləqan şəhərindən Füzuli şəhərinə 72 km böl saat sürətlə, Füzuli şəhərindən Şuşa şəhərinə isə 64 km böl saat sürətlə getmişdir. Xəritədə verilmiş məlumatlardan istifadə edərək bütün yolda avtomobilin orta sürətini hesabla. Burada biz xəritəni görürük. Şərtdə avtomobilimiz Beyləqandan bu trayektoriyanı təqib edərək Füzuliyə gəlir. Füzulidən də bu trayektoriyanı izləyərək gəlir Şuşaya. Demək ki, yolumuz 2 hissədən ibarətdir. Beyləqandan Füzuliyə qədər olan bu hissə, Füzulidən də Şuşaya qədər olan bu hissə. Biz Beyləqandan Füzuliyə qədər olan bu trayektoriyanın uzunluğuna L1 deyərik.
Həmin hissədəki sürətinə V1 deyərik, sərf edildiyi zamana isə T1 deyərik. Füzulidən Şoya qədər olan bu trayektoriyanın uzunluğuna, yəni getdiyi yola L2 deyərik. Həmin hissədəki sürətə V2 deyərik, zamana da T2 deyərik. Və biz beləliklə görmüş oluruq ki, bizim yolumuz iki hissədən ibarətdir. Beyləqandan Füzuliyə qədər olan, Füzulidən də Şoya qədər olan bu iki hissə. İndi baxaq görək bizə nə verilib. Bizə birinci verilib, birinci hissədəki sürət. Yəni V1-imiz 72 km/saatdır. Bir də bizə verilib ikinci hissədəki sürət. Buna da V2 deyirəm. Bu da 64 km/saatdır. Sonra isə bizə verilib Beyləqandan Füzuliyə qədər olan məsafə 72 kilometrdir. Onda biz buna L1 yazarıq. L1 bərabərdir 72 kilometr. Diqqət edin, bu 72 km/saat ilə bu 72 kilometr eyni deyil. Bu sürətdir. Beyləqan şəhərindən Füzuli şəhərinə qədər hərəkət müddətində bu sürətə malik olmuşdur. Baxın, bu sürətə. Bu isə onun getdiyi yoldur. Eyni şəkildə Füzuli şəhərindən Şuşa şəhərinə 64 km/saat sürətlə hərəkət edib. Yəni bu 64 km/saat sürətdir. Bu 64 km isə getdiyi yoldur. Beləliklə L2 üçün də yazarıq 64 km və bizdən soruşulur orta sürət. Bunlar verilənlər idi, soruşulur orta sürət. Nəyə bərabərdir? Əlbəttə ki, orta sürət tapmaq üçün orta sürətin düsturunu yazarıq ilk öncə. V orta bərabərdir L ümumi bölünsün T ümumi. Bizim yolumuz Beyləqandan Füzuliyə qədər, Füzulidən də Şoya qədər olmaqla iki hissədən ibarətdir. O zaman L ümumi üçün yazarıq. L1 üstəgəl L2, ümumi zaman üçün də T1 üstəgəl T2. Bir daha qeyd edək. L1-imiz Beyləqandan Füzuliyə qədər olan bu məsafədir. L2-miz isə Füzulidən Şoya qədər olan bu məsafədir. Zamanlar da uyğun olaraq hər bir hissəyə sərf olunan zamandır. Davam edək. Bərabər edər. L1-i vermişlər, yazmayaq hələ ki. Çünki zamanlar verilməyib bizə. Nə T1 zamanı var, nə T2 zamanı var. Amma nə vermişlər bizə? Sürətləri vermişlər. V1, V2. Bir də getdiyi yolları vermişlər. Onda biz zamanı V və L ilə ifadə etməyə çalışacağıq. Bərabər sürətli hərəkətdən sizə məlumdur ki, V bərabərdir L bölünsün T yazmışdıq. Buradan T-ni tapsaq, L bölünsün V yazarıq. O zaman buradakı T1-in yerinə L1 böl V1, T2-nin yerinə isə L2 bölünsün V2 yazarıq. O da bərabərdir. İndi isə L1 və L2-nin ifadələrini yerinə yaza bilərik. L1-imiz 72 km idi. Yazıram 72. L2 də 64 km-dir. Üstə gəl 64 km. Sonra məxrəcdə isə L1-in V1-ə nisbətidir. Yəni nəyə bölərik? 72 km-i V1-ə 72 km böl saata bölərik. Bunda yazıram birinci halda 72 böl 72 üstə gəl. Bunun yerinə isə L2-ni, yəni 64 km böl saatı V2-yə bölərik. V2 də 64 km böl saatdır. Onda alınar. 64 bölünsün 64. O da bərabərdir. Bu da bərabərdir. 72-nin 72-yə nisbəti 1 verir. 64-ün 64-ə nisbəti də 1 verir. O zaman 1 üstə gəl 1 burada yazılar. Yuxarıda da 72 üstə gəl 64. O da bərabərdir. 72 ilə 64-ü toplasaq 136 verər. 136-nı 1 üstə gəl 1 də 2-dir. 2-yə bölürük. Bu da eləyər 68 kilometr böl saat. Bu da bizim orta sürətimiz oldu. Davam edək. Silək yuxarı hissəni. Çalışma 5. Bakıdan hərəkətə başlayan sürət qatarı 3 saat 20 dəqiqə ərzində Qəbələyə çatır. Bu iki şəhər arasındakı dəmir yolunun uzunluğu 300 kilometrdir. Qatarın orta sürətini hesabla deyir. Cavabı da metr böl saniyə ilə ifadə et deyir.
gerek bize verilen fiziki kemiyyətləri əsas vahidləri ilə, yəni metr və saniyə ilə ifadə edək. Bizə şərtdə zaman verilib. T'miz 3 saat 20 dəqiqədir. Bu saat və dəqiqələri saniyəyə çevirməli olacağıq. Çünki bizdən cavab olaraq metr böl saniyə ilə ifadə edilmiş sürət soruşulur. Əvvəlki saatı dəqiqəyə çevirək. 3 saatımız 3 vurulsun 60 dəqiqə edər. Bir də buradakı 20 dəqiqə var. Yəni üstə gəl 20 dəqiqə yazarıq. O da bərabərdir. 3'ü 60'a vuranda 180. Üste gel 20 dəqiqə. Beraber eder 200 dəqiqəyə. Bunu da saniyeye çevirəcəyik. Dəqiqəni saniyə çevirmək üçün 60'a vurmaq lazımdır. 200 vurulsun 60 saniye. 2'ni 6'ya vuranda 12 eləyir. Bu 3 sıfırı da yanına yazacağım. Deməli zamanımız edər 12.000 saniyə. Bu hissəni silək uşaqlar. Bizə maneçilik törətməsin. Davam edək. Bir də bizə nə verilmişdir? Məsafə verilmişdir. Məsafəmiz də 300 kilometrdir. Onda el bərabərdir 300 kilometr. Onu da metrə çevirəndə vururuq 1000'ə. Yəni 3 sıfır əlavə edib metri yazırıq. İndi isə bizdən orta sürəti soruşur. Onda V ortanın düsturunu yazarıq. V orta bərabərdir L ümumi bölünsün T ümumi. L ümumimiz 300.000 metrdir. Yazıram 300. T ümumi isə 12.000 saniyedir. Yazıram 12.000 saniye. Yuxarıdan 3 sıfır, aşağıdan 3 sıfır gedər. 300'ü 12'ye bölərik. 12'ni 3'e böləndə 4. Burada isə 100 qalır. 100'ü 4'e böləndə 25 metr bölünsün saniye. 5 nömrəli çalışmanı yazdıq. Lakin 6 nömrəli çalışma onun altında gizlənib qaldı. Bu hissəni silək. Davam edək buramda. Belə. Şərti oxuyuram. Palçıq vulkanlarını görməyə gedən turistlər Bakıdan Qobustana qədər 94 kilometr yol qət etdilər. Onların bu yolu 1 saat vaxt sərf etdiyini bilərək orta sürətini hesabla. V ortanın düsturu məlumdur. L ümumi bölünsün T ümumidir. O da bərabərdir. L ümumimiz 94 kilometr. Zaman da 1 saattir. 94 kilometr böl 1 saat yazırıq. O da 94 kilometr böl saat olmuş olur. Bu da onların orta sürəti etmiş olur. Buranda silək. 7 nömrəli çalışmaya keçək. Çalışma 7. Avtomobil 1 dəqiqə ərzində 36 km böl saat, 50 saniyə ərzində 12 metr böl saniyə, 1,5 dəqiqə ərzində isə 72 km böl saat sürətlə hərəkət edib, bütün yolda avtomobilin orta sürətini hesabla deyir. Şərtə diqqətlə baxsaq görəcəyik ki, birinci hissədə zamanımız dəqiqə, ikinci hissədə saniyə, üçüncü hissədə yenə də dəqiqə verib. Sürətə baxdıqda isə birinci hissədə kilometr böl saat, ikinci hissədə metr böl saniyə, üçüncüdə də kilometr böl saat ilə ifadə edilib. Biz onların hər birisini əsas vahidləri çevirəcəyik ki, qarma-qarışıqlıq yaranmasın. Birinci bizə verilib T1 zamanı. 1 dəqiqədir. Görürük burada. Onu saniyə çevirəndə 60 saniyədir. V1 vermişlər. 36 kilometr böl saattir. 3,6'ya bölürdük hatırlayırsınızsa kilometr böl saat metr böl saniye çevirmək üçün. O da eder 10 metr böl saniye. Bu da V1'dir. Sonra T2'ni vermişler bize 50 saniye. T2 ile 50 saniye yazarıq. Əsas vaidlərlə verilib. V2'ni de vermişler 12 metr böl saniye. V2 bərabərdir 12 metr bölünmüş saniye. Onu olduğu kimi saxlayarıq. Çünki bizə əsas vaidləri ilə verilib. Sonra T3 verilib bizə. T3 bərabərdir 1,5 dəqiqə. Bunu da 60'a vuraraq 1,5 vurulsun 60. Biz onu saniyəyə çevirərik. 1,5'i 60'a vuranda 90 saniyedir.
Və üçüncü hissədəki sürət V3 bərabərdir 72 km/saatdır. Km/saat metr/saniyəyə çevirmək üçün 3,6-ya bölürdük. Bu da edər 20 metr bölünmüş saniyə. Deməli, bizdən nə soruşulur? V orta soruşulur. V orta bərabərdir sual işarəsi. Bunlar bizə verilənlərdir. Orta sürətin düsturunu yazarıq yenə də. V orta bərabərdir L ümumi bölünsün T ümumi. Şərtdən gördük ki, gedilən yol 3 hissədən ibarətdir. O zaman L ümumi üçün yazarsan L1 üstəgəl L2 üstəgəl L3. T ümumi üçün də yazarsan T1 üstəgəl T2 üstəgəl T3. Amma şərtə baxdıqda görünür ki, bizə nə L1, nə L2, nə də L3 verilməyib. Nə verilib onların əvəzinə? Sürət və zaman verilib. O zaman sürət və zamandan istifadə edərək L-ləri ifadə etmək olar. Hansı düstura əsasən? Bilirsiniz ki, V bərabərdir L bölünsün T bərabər sürətli hərəkətdə. Deyə bilərsiniz ki, mənim bu dəyişən sürətli hərəkətdir axı. Bunu bil ki, bu hər nə qədər dəyişən sürətli hərəkət də olsa, hər bir hissənin içərisində sürətimiz sabitdir. Məsələn, cismimiz L1 yolu gedənə qədər sürəti 36 km/saat, dolayısıyla 10 metr/saniyə. O hissədə dəyişmir. L2-yə keçəndə dəyişir. Yəni, hər bir hissə üçün bərabər sürətli hərəkəti ayrıca ifadə etmək olar. Bu son ifadədən L-i tapsaq, L bərabərdir V vurulsun T yazaraq. Deməli, hər bir L üçün bu ifadəni tətbiq edək. Onda L1-in yerinə V1 vur T1 yazaraq üstə gəl. L2-nin yerinə V2 vur T2 üstə gəl. L3-ün də yerinə V3 vurulsun T3 yazaraq. Bölünsün məxrəcdə T1, T2, T3 yazılır. Bərabərdir. Buradan da bərabərliyi ataq. İfadələri yerinə yazaq. V1'imiz 10 idi, T1'imiz 60 idi. 10 vurulsun 60, üstə gəl. V2 T2'dən V2'miz 12'dir, T2'miz 50'dir. 12 vur 50, üstə gəl. V3 T3. V3'ümüz 20'dir, T3'ümüz də 90'dır. Deməli 20 vurulsun 90, bölünsün zamanın T1, T2 üstə gəl T3 hissəsi. T1'imiz 60 idi, T2'miz 50 idi, T3'ümüz də 90 idi. Yəni T1'in yerinə 60 yazaram, T2'nin yerinə 50 yazaram, T3'ün də yerinə 90 yazaram. Bərabərdir. Bərabərdir. İndi bu ifadəni hesablayaq. 10 vurulsun 60, 600 edir. Üstə gəl. 12'ni 50'ye vuranda bu da eləyir 600. Üstə gəl. 20'ni 90'a vuranda isə 1800 edir. Bölünsün. 50 üstə gəl 60 1100 edir. Daha doğrusu 110 edir. Üstə gəl 90 da 200 edir. Bunu da bərabər yazarıq. Surətdəki ifadədən 100'ü möhtərizənin xaricine çıxardarıq. 100 qalır 6 üstə gəl 6 üstə gəl 18. Bölünsün məxrəcdə də 200'dür. Bu 100 ilə bu 100 ixtisar gedir. Qalır 6 üstə gəl 6 üstə gəl 18 bizə verər 30'u. 30'u da buradakı 2'ye bölsək, burada 2 qalmışdı. 100 ilə 100 ixtisar gedib. Bərabər edər 15 metr bölünmüş saniyə. Davam edək. Növbəti çalışmamız 8 nömrəli çalışmadır. Silək bu hissəni. Çalışmanın şərtini oxuyuram. A nöqtəsindən B nöqtəsinə 36 km/saat sürətlə hərəkət edən avtomobil B-dən A-ya 30 metr/saniyə sürətlə qayıtdı. Bütün hərəkət müddətində onun orta sürətini hesablayın deyir. Fərz edək ki, bu A nöqtəsi olsun, bu da B nöqtəsi olsun. Cismimiz A nöqtəsindən B nöqtəsinə hərəkət edib, B-dən də A-ya qayıdıb. Düzdür, şərtdə bizə düz xətli hərəkət etdiyi verilməyib, amma biz elə nəzərdə tutacağıq ki, düz xətli hərəkət edir. Yoxsa məsələni həll etmək mümkün olmayacaqdır. Əgər məsələmiz belə olarsa, biz görürük ki, getdiyi yolu ilə qayıtdığı yollar bir-birinə bərabərdir. Cismin A-dan B-yə gəldiyi hissəyə biz L1 desək,
B'den A'ya qayıtdığı hissədə L2 desək, L1'imiz də L'dir, L2'miz də L'dir. Yəni eynidir. Neçə kilometr və yaxud da metr getdisə, eyni qədər də nəyir? Qayıdır. Yəni yollar bərabərdir. Yollar bərabər olanda biz orta sürəti üçün belə bir ifadə yazmışdıq. Dərsi dinləyənlər yəqin xatırlayır. 2V1 vurulsun V2, V1 üstə gəl V2. Sadəcə olaraq bizə verilənləri ikisi də eyni vahidə gətirmək lazımdır. Bu 36 km bölü saatdir. Bu isə 30 metr bölü saniyədir. Yəni V1'imiz bərabərdir. 36 km bölü saat. Metr bölü saniye çevirəndə 3,6'ya bölürdük. 10 metr bölü saniyedir. V2'miz isə göstərilir burada. 30 metr bölü saniyedir. Onu olduğu kimi yazıram. Aha. İndi 2 vurulsun. V1'ə 10 metr bölü saniye yazıram. V2'yə də 30 yazıram. Vurulsun 30. Məxrəcdə isə 10 üstə gəl 30 yazarıq. 10 üstə gəl 30. O da bərabərdir. 2 vurulsun 10 vurulsun 30. Məxrəcdə də yazarıq 40. Bu sıfırları atarıq. Qalar 60 bölünsün 4. O da bərabərdir. 15 metr bölü saniye. Növbəti çalışmamız 9 nömrəli çalışmadır. Sürət zaman qrafiki verilmiş cismin 10 saniye ərzində hansı orta sürətlə hərəkət etdiyini hesabla deyir. Bu bizim sürətimizdir. Bu da zamandır. Gördüyünüz kimi bərabər təcilli hərəkətdir. Başlanğıc sürətimiz 0'dır və get-gedə sürəti artır. 10 saniyədəki son sürəti də 30 olmuşdur. Bunu belə neyinirik? Yazırıq. Əgər cisim bərabər təcilli hərəkət edirsə, biz bilirik ki, bu bizim başlanğıc sürətimizdir. Bu da bizim son sürətimizdir. Əgər bərabər təcilli hərəkət edirsə, bunu bir qayda olaraq bilməyiniz yaxşı olar və orta bərabərdir. Başlanğıc sürəti ilə son sürəti toplayarsan, bölərsən 2'ye. Yəni 0 üstə gəl 30 böl 2. O da bərabər edər 15'e. Mənim axı biz dərsdə belə bir ifadə keçmədik. Düzdür, keçmədik. Yəni orta sürətə aid bütün ifadələri ətraflı şəkildə yazmadıq. Amma başqa bir yolda izləyərək həll edə bilərik. Görürük ki, cismin sürəti zamandan xətti asılıdır. Yəni dəyişir, get-gedə artır. Belə olan halda orta sürətin yenə də bildiyimiz bu düsturunu yazarıq və orta bərabərdir. L ümumi bölünsün T ümumi. Bəs L ümumi necə hesablanır? Demişdik ki, əgər sürət dəyişirsə zamandan asılı olaraq görürsünüz ki, artır. Bu zaman sürətin qrafiki ilə zaman oxu arasında qalan bu fiqurun sahəsi bizə verirdi nəyi? Gedilən yolu. Bu S3 bucaqdır. Bu S3 bucaq bərabər edər. 3 bucağın oturacağı 10'dur. Hündürlüyü isə 30'dur. Yəni buradan buraya qədər 30'dur. Burası da 30 olar əlbəttə ki. Onda yazıram 10 vurulsun 30 bölünsün 2. 3 bucağın sahəsi belə hesablanırdı da A vur H böl 2. Bizim A'mız 10'dur. H'ımız da 30'dur. O da bərabər edər. 300'ü 2'ye böləndə 150 edir. Yəni gedilən ümumi yolu üçün yazarıq 150 metr. Ümumi zaman da 10 saniyedir. 0 ilə 0 gedər, qalır 15. Yuxarıda da biz 15 almışdıq. Metr bölünsün saniye. Davam edək. Növbəti çalışmamız 10 nömrəli çalışmadır. Çalışmanın şərtini oxuyuram. Qatar yola sərf olunan zamanın birinci yarısında 20 metr bölü saniye sürətlə, ikinci yarısında isə 30 metr bölü saniye sürətlə hərəkət edib, hərəkət müddətində qatarın orta sürətini hesabla. Qatar yola sərf olunan zamanın birinci yarısında. Aha, bu dəfə zamanlar bərabər imiş, yollar bərabər deyilmiş. Yəni yollar bərabər olsaydı və orta bərabərdir. 2V1 vurulsun V2, V1 üstə gəl V2 yazardıq. Nə vaxt? L1 bərabər olsaydı L2'ye. Amma indi isə bu ifadəni yazmaq ixtiyarımız yoxdur. Çünki zamanlar bərabərdir. Nə yazırsan? T1 bərabərdir, T2 yazırsan. İndi baxaq. T1 bərabər T2 olanda bizim orta sürətimiz necə ifadə olunur? V orta bərabərdir. 2 hissədən ibarətdir yolumuz. L1 üstə gəl L2.
Çünki birinci yarısı, bir də ikinci yarısından bəhs edir. Amma zamanlar bərabərdir, yollar deyil. Məxrəcdə isə T1 üstə gəl, T2 yazarıq. İndi baxın. Bizim T1'imiz də T2'miz də eyni olub. Bir dənə T yazarıq ona. Yəni eynidir ikisi də. O zaman burayı biz T2 yazmışdıq. T1 üstə gəl T2'ye 2T yazaram. Çünki hər birisi T'dir axı, eynidir deyirik. Surətdə isə L1 və L2 var. Lakin nə bizə L1 verilib, nə də bizə L2 verilib. V bərabərdir L bölünsün T ifadəsindən çıxır ki, L bərabərdir V vurulsun T. Onda bu L'lər üçün eyni ifadələri yazarıq. Buradakı L üçün və buradakı L üçün. L1 üçün yazıram V1 vurulsun T1 bu ifadəyə əsasən. L2 üçün də yazırıq V2 vurulsun T2. Aha, o da bərabərdir. Məxrəcdə 2T'miz var, zamanlar eynidir. Surətdə də T1'ə də T demişik, T2'yə də T demişik. O T də çıxar möhtəricənin xaricinə. T çıxar nə qalar? V1 üstə gəl, V2 qalar. Bu T'lər ixtisar gedər. Bu da bərabər edər. V1 üstə gəl, V2 bölünsün 2. O da bərabərdir. V1'imiz neçə olmuşdu? V1'imiz olmuştu 20 metre böl saniye. V2'miz olmuştu 30 metre böl saniye. 20 üstə gəl 30 bölünsün 2. O da bərabərdir 25 metre böl saniye yazarıq. Deməli burada bir qaydanı ifadə etmək yerinə düşərdir. Deməli, əgər bizim yolumuz və yaxud hərəkətimiz iki hissədən ibarətdirsə və yollar bərabərsə, L1 bərabərdir L2 isə, onda orta sürəti üçün bərabərdir. Yazırıq 2 vurulsun V1 vurulsun V2, V1 üstə gəl V2 yazarıq. Amma zamanlar bərabər olarsa ki, bu məsələdə zamanlar eyni idi. Və düstur olaraq nə aldıq? V ortanın ifadəsini aldıq. Belə bir ifadə. Bu ifadəni biz sinifdə çıxartmışdıq. Bu ifadəni çıxartmamışdıq. Çünki dərslikdə mövzu izahında yox idi. İndi V orta əgər zamanlar bərabərdirsə, V1 üstə gəl V2 bölünsün 2 şəklində yazırıq. Onda yazaq. Əgər T1 bərabərdir T2 olarsa, V ortamız bərabərdir V1 üstə gəl V2 bölünsün 2. Biz də həmin düsturu tətbiq edib hesablamış olduq ki, cismin orta sürəti 25 metr böl saniyədir. Davam edək. Növbəti çalışmamız elə 11 nömrəli çalışmadır. Çox uzağa getməyək. Bu hissəni silirəm. Bunları qeydə ala bilərsiniz. Silirəm bu hissəni. Çalışma 11. Sürət zaman qrafiki verilən cismin orta sürətini hesablayın deyil. Yenə də V orta bərabərdir. Biz demişdik ki, bərabər təcili hərəkətdə bu başlanğıc sürətimizdir bizim. Bu da son sürət. Son sürət 0-a bərabərdir. Yenə də yuxarıda bir çalışmada da belə bir şey var idi. Xatırlayaq. Bax 9 nömrəli çalışmada da belə idi. Düsturu yazmışdıq. V0 üstə gəl V bölünsün 2. Və yaxud da bu fiqurun sahəsini tapmaqla L ümumi tapmış olurduq. Onu T ümumiyə bölürdük. Burada da elə edəcəyik. Deməli, V orta üçün yazıram. Bu birinci üsuldur. V orta üçün yazıram. V0 üstə gəl V böl 2. O da bərabərdir 20 üstə gəl 0 böl 2. O da bərabərdir 10 edər. İkinci yol bəs hansıdır? İkinci yolu isə V orta bərabərdir L ümumi bölünsün T ümumi yoldur bildiyimiz. L ümumimiz nəyə bərabərdir? Əgər sürətin zamandan asılı qrafiki verilibsə, bərabər təcilli hərəkəti, bu sürətimiz azalır get-gedə gördüyünüz kimi. Bu qrafik ilə zaman oxu arasında qalan bu fiqurun sahəsi bizim üçün gedilən yolu verər. Bunu bilirsiniz. O zaman S3 bucağın sahəsi biz demişdik ki, A vurulsun H bölünsün 2 idi. O da bərabərdir. A'mız oturacaqdır 10'dur. Vurulsun hündürlüyümüz də 20'dir. Böl 2. O da bərabər edər 100 metr. Da yazıram 100 metr. Zamanımız nə qədərdir bəs? Zamanımız 10 saniyədir. 100'ü 10'a böləndə sıfırlara ataram. 10 qalır. 10 metr böl saniyə. Yuxarıda da 10 almışdıq. Aşağıda da 10 aldıq. Yəni bu iki üsulla yaza bilirik orta sürəti. Davam eləyək. Növbəti çalışmamız
12 nömrəli çalışmadır. Şərti oxuyuram. Velosipedçi 2 dəqiqə ərzində 8 metr böl saniyə, növbəti 30 saniyə ərzində isə 36 km böl saat sürətlə hərəkət edib, onun bütün yolda orta sürətini hesablayın deyir. Deməli bizə zamanı verib. T1'imiz 2 dəqiqədir. T1 bərabərdir 2 dəqiqə. Onu çevirərək saniyəyə, çünki işimiz asan olsun. Çünki burada metr böl saniyə verilib, burada saniyə verilib, burada kilometr böl saat verilib. Hamısını əsas vahidlərlə ifadə edərək ki, dolaşıqlıq olmasın. 2 dəqiqə 2 vurulsun 60 saniyə bərabərdir 120 saniyə. Həmçinin bizə verilib birinci hissədəki sürət V1 bərabərdir 8 metr böl saniyə. Onu olduğu kimi saxlayaraq, çünki əsas vahidləri ilə verilib. Sonra bizə T2 də verilib 30 saniyədir. Burada verilib görürsünüz. Bir də bizə verilib ikinci hissədəki sürət, yəni V2 bərabərdir 36 kilometr böl saat. Onu da metr böl saniyəyə çevirərik. Bilirsiniz ki 3,6'ya bölmək lazımdır. Eləyir 10 metr bölünmüş saniyə. İndi isə orta sürətin düsturunu yazarıq. Çünki bizdən orta sürət soruşulur. V orta bərabərdir L ümumi bölünsün T ümumi. Ümumi yolumuz 2 hissədən ibarətdir. L1 üstə gəl L2 bölünsün T1 üstə gəl T2 yazırıq. O da bərabərdir. L1'imiz nə qədərdir? Bilmirik. Amma nə verilib bizə? T1 və V1 verilib. Bu düsturu yəqin ki xatırlayırsınız. V bərabərdir L bölünsün T. Burada nə almışdıq? L bərabərdir V vurulsun T almışdıq. O zaman L1'in yerinə V1 vur T1 yazarıq. Üstə gəl L2'nin yerinə isə V2 vur T2 yazarıq. Bölünsün T1 üstə gəl T2. T1 üstə gəl T2'ni də yazdım. Davam edək. V1'imiz 8'dir. T1'imiz isə 120'dir. Vurulsun 120. Üstə gəl. V2'miz 10 metr böl saniyə tapdıq. 10 vur. T2'miz də 30'dur. Və məxrəcdə də T1 üstə gəl T2 var. T1'imiz 120, T2'miz də 30. Bunu da yazıram 120 üstə gəl 30. O da bərabər edər. Məxrəcdə 120'nin üzərinə 30 gələndə 150 edir. Surəti hesablasaq 1260 edir. Bunu 150'yə böləndə sıfırları atarıq. Bərabər edər 8,4 metr bölünsün saniyə. Davam edək. Bu hissəni silirəm artıq. Deməli bizim son məsələmizin cavabı 8,4 metr böl saniyə oldu. Burada yazaq onu 8,4. Bu hissəni silirəm. Bizə lazım deyil artıq. Davam edək. Növbəti çalışmamız 13 nömrəli çalışmadır. Orta sürəti 25 metr böl saniyə olan avtomobilin 5 dəqiqə ərzində getdiyi yolu hesablayın. Deməli V orta bərabərdir 25 verilib bizə. Zamanımız 5 dəqiqədir. Bunu saniyəyə çevirsək 5 vurulsun 60. O da bərabərdir 300 saniyə. Və gedilən yol soruşulur. Yəni L ümumi soruşulur. V orta bərabərdir L ümumi bölünsün T ümumi ifadəsindən V ortanın məxrəcində 1 var. Kənar hədlərin hasilini orta hədlərin hasilinə bərabərləşdiririk. L ümumi vur 1 elə L ümumi edər. Bərabər edər V orta vurulsun T ümumiyə. O da bərabərdir. V ortamız 25'tir. 25 vurulsun T ümumimiz isə 300 idi. Bərabərdir. 25'i 3'e vuranda 75 edir. Yanına da 2 sıfırı yazıram. Bu qədər metr. Lazım olsa kilometre çevirə bilərik. 7,5 kilometr yazarıq. Bugünlük bu qədər. Sağ olun.